Azərbaycanda müxalifətçilik çox qorxulu bir peşəyə çevrilib. Bir avtomobil üzərinə çıxa bilər, başına bir kərpic düşə bilər. Mən dedim ki, Əli bəy, bu iş gəlib sizə çıxacaq. Dedi, yəni bu qədərinə də gedərlər. Dedim, axı sizsiz bu ölkədə dövlət çevrilişi ola bilməz. Dövlət çevrilişi bütövlükdə diktator xəstəliyidir. Bu məktubun Mehdiyevə aid olduğunu sübut edən heç bir dəlil yoxdur. Deyirlər ki, bu 50 nəfərin biri Əli Kərimlidir, ikincisi Gültəkin Hacıbəylidir. Bəs bunun 48-i kim? Birinci onu demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndə müxalifətin fəaliyyəti üçün şərait var idi. Çünki müxalif fəaliyyət üçün şərait ondan qabaqki hökumətin dövründə yaradılmışdı. Partiyalar haqqında qanun qəbul edilmişdi. Məsələn, Yeni Azərbaycan Partiyası özü təsis konfransından 29 gün sonra qeydiyyata alındı. Təsəvvür edirsiniz də, belə qısa müddətdə qeydiyyata alınıb, Milli İstiqlal Partiyası qeydə alınıb, digər partiyalar haqqında qanun qəbul edilibdir və bir müddət, yəni ki, o 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində olan o ab-hava, milli ideya, milli hərəkat davam eləyibdir və bu müstəqillik dövrünün ilk illərində müqavimət güclü olubdur. Sonra ki, Əliyevlərin hakimiyyəti oturuşdu. Ümumiyyətlə, Əliyevlər hakimiyyətə gələndən, Ata Əliyev hakimiyyətə gələndən sonra bütün vasitələrlə müxalif fəaliyyətin və müxalif mətbuatın dairəsi məhdudlaşdırmağa başladı. Amma biz deyə bilmərik ki, 1993-2002-2003-cü illər arasında bu tamam qapandı. Bunu demək düzgün olmazdı. Amma bütün hallarda cəmiyyətdə deməli repressiya ardıcıl xarakter almağa başladı. Partiya fəalları, ictimai fəallar, mətbuat nümayəndələri müxtəlif saxta ittihamlarla susdurulmağa başladı. Məsələn, bilmirəm sizin xatirinizdədir ya yox. Bahəddin Həziyev ki, indi deməli qəzet sayt redaktorudur. Onun üzərindən maşın keçirmişdilər. Yəni, ayaqlarının üzərindən maşın keçirtmişdilər və uzun müddət bundan əziyyət çəkdi və bu xəsarət idi də. Ayrı-ayrı jurnalistlər həbs edilmişdir. Məsələn, qəzetin redaktoru, Azadlıq qəzetinin redaktoru Qənimət Zahid tamamilə saxta bir ittihamla həbsə atılmışdı. Həbsxanada cəza çəkən iki nəfərin böhtanı əsasında cəzaları ola-ola, onlardan istifadə edilib, güya Qənimət bəylə bunlar nəşriyyatın qarşısında bir dava vəziyyəti yaratmışdılar və bu zəmində də həbs olunmuşdular. Rövşən Kəbirli kimi, məsələn, tanınmış jurnalist deməli, hakim ailədən yazdığına görə həbs olunmuşdu. Yəni, belə hallar var idi. Amma hələ bütövlükdə deyək ki, cəmiyyətin susdurulması kimi bir ideya yox idi. 2003-cü ilin prezident seçkilərində hansı vəziyyət var idi? Məsələn, demək olar ki, hər həftə, bəzən həftədə 2 dəfə kütləvi mitinqlər olurdu və deməli, bu mitinqlərdə də kifayət qədər böyük sayda insanlar iştirak edirdilər. 2000-ci ilin, məsələn, mən parlament seçkilərini xatırlayıram. Onda hələ proporsional seçki sistemi var idi. Partiya prinsipi ilə seçkilər 25 yer partiya prinsipinə verilirdi. Qalan yerlər
majoritar qaydada seçilirdi və bu da partiyaların seçki mübarizəsi aparması üçün onların cəmiyyətdə yerin, rolun aktivləşdirmək üçün müəyyən rol oynayırdı. Sonra bunlar hamısı 2000-ci il seçkiləri axırıncı proporsional seçki ili oldu və artıq bunu qapatdılar və 2003-cü ilin prezident seçkilərində müxalifətin namizədi İsa Qəmbər kifayət qədər böyük səs topladı və çox yaxşı bir seçki kampaniyası apardı. Və hətta o dövrdə mətbuatda belə məlumatlar gedirdi. Məsələn, hakim komandadan kimlərsə ailəsini xaricə köçürdü, kimlərsə deyək çamadanın qablaşdırıb, belə şeylər gedirdi. Və bu 2000-ci ildə o seçkinin saxtalaşdırılması və yaxud seçkinin yox, nəticələrin saxtalaşdırılması aydın xarakter almağa başladı və artıq İlham Əliyev hakimiyyətə gələndən sonra vəziyyət tamamilə dəyişməyə başladı. Heydər Əliyev əgər müəyyən şeylərə biraz səbirlə yanaşırdısa, İlham Əliyev ayrı bir taktika tutdu və bilirsiniz ki, bəyan etdi ki, 2008-ci ildən sonra, 2008-ci il prezident seçkilərindən sonra bəyan etdi ki, Azərbaycanda müxalifət olmayacaq. Yəni, müxalifətsiz cəmiyyət yaratmaq doktrinasını müəyyən etdi. Bu nə ilə bağlı idi? 2007-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyi idarə olunan cəmiyyət proyektini hazırlamışdı və bu idarə olunan cəmiyyətdə də müxalifətə yeri yox idi. Və İlham Əliyevin açıqlaması, bəyanatı həmin o proyektdən irəli gəlirdi ki, Azərbaycanda müxalifət olmayacaq. Yəni, bunun ideya əsasları həmin o idarə olunan cəmiyyət deməli, proyektində əks olunmuşdu. Burada ölkənin bütün siyasi həyatı, ölkədə olan din, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və mətbuat və s. Deməli, hər şey öz əksini tapmışdı. Mətbuatın susturulması yalnız deməli, birbaşa təzyiqlər vasitəsilə deyildi. Məsələn, iqtisadi təzyiq vasitəsilə idi. Mətbuat yayımı, məsələn, Azadlıq qəzetisi satırdı, amma pulun qaytarmırdı. Məsələn, mətbuat yayımı şirkətinin Azadlıq qəzetinə aşağı yuxarı bilmirəm, dəqiq 70 min ya 80 min borcu var idi. Bu da şübhəsiz ki, redaksiyanı çökürtmək və qəzetin fəaliyyətini dayandırmağa hesablanmışdı və o Mətbuat Yayımı Şurasının rəhbərliyi də artıq bu dünyadan çoxdan köçdü. O borcu da özü ilə apardı. Mətbuatın küçə satışları var idi və bu küçə satışları köşklərdə satışlardan daha geniş bir şəbəkə idi. Məsələn, bu aradan götürüldü. Qəzet köşkləri tədricən öz funksiyasını dəyişməyə başladı. Qəzet köşkləri, məsələn, siqaret köşklərinə çevrildi və həmin köşkün yuxarıdan müəyyən edilmiş strategiyaya görə marağı yox idi qəzetləri satmağa. Yəni, faktiki olaraq müxalif müstəqil media öldürüldü, azad sözün ağzına qıfıl vuruldu, qəzetlər, alternativ informasiya mənbələri qapadıldı və o qəzetlər ki, məsələn, qəzet köşkünə gəlirdi, faktiki olaraq adamlar orada hansısa bir obyektiv informasiya alacağına inamın itirmişdi və nəticə etibarilə deməli, mətbuat cəmiyyətdə öz funksiyalarını itirməyə başladı. Və faktiki olaraq 2013-cü il prezident seçkilərindən sonra artıq cəmiyyətdə olan bütün təsisatların
demokratik təsisatların, azadlıqların qapadılması prosesi getməyə başladı. Baxmayaraq ki, məsələn, seçki devrində mitinqlər, nümayişlər var idi və yer gəlmişkən prezident seçkiləri devrində sonuncu debat bizim debat oldu. Televiziya debatları oldu və televiziyanın gücün ki gördülər, ictimai fikrə təsir imkanını gördülər, tamamilə qapatdılar. Nə vaxtımız var idi bizim? Vır tut 6 dəqiqə vaxtımız var idi. 9 dəfə debat keçirilmişdi. Toplam olaraq 54 dəqiqə. Hər namizədin vaxtı var idi və namizədlərin sayını da süni şəkildə çox etmişdilər ki, deyək, müxalif namizədə az vaxt düşsün. Sonra deməli, İlham Əliyev 9-cu ildə referendum keçirdib, bir şəxsin 2 dəfədən artıq namizədliyin qadağan edən maddəni yaradan götürdü. 16-cı ildə referendum keçirdib, deməli, vitse-prezidentlik institutu yaradıldı və həyat yoldaşım birinci vitse-prezident keçirdi. Və biz əgər 2000-ci ilin əvvəllərindən keçirilən referendumlara diqqət yetirsək, məsələn, o seçki məcəlləsində dəyişikliklər, konstitusiyanın demokratik maddələrinin ya dəyişdirilməsi, ya çıxardılması, ya da antidemokratik məzmun verilməsi, 9-cu ilin referendumu, 16-cı ilin referendumu, bunlar hamısı cəmiyyətin demokratikləşməsinə deyil, ailə hakimiyyətinin hüquqi bazasının genişləndirilməsinə xidmət edirdi. Və nəticə etibarilə ölkədə ailə feodal idarəçilik sistemi formalaşdı. Əvvəla elə sualınızın sonundan başlayım. Azərbaycanda müxalifətçilik çox qorxulu bir peşəyə çevrilib. Və təsəvvür edin ki, Azərbaycanda istər siyasi partiya, istər müxalif siyasi partiya və istərsə də tənqidçi, mətbuatın təmsilçisi olmaq Allahın verdiyi ömrü yaşamaq deyil, Əliyevin xüsusi xidmət orqanlarının limitləşdirdiyi bir ömrü yaşamaq. Getdiyin yolda, məsələn, bir avtomobil üzərə çıxa bilər, bloka girdiyin yerdə, məsələn, başına bir kərpic düşə bilər, kimsə gəlib həndən qəsdən bir dava şəraiti yaradar və necə ki, məsələn, çoxları ilə belə hadisələr olub. Belə Əli Kərimlinin mühafizəçisi Kənan Zeynallı ki, kənardan polis müşayiət edir, biri gəlib bu adama deyir ki, sən məni söymüsən. Deyir, mən səni birinci dəfə görürəm, niyə mən sizi söyməliyəm? Yox, sən məni söyməlisən və 35 yaşında adam hücum edir 60-dan yuxarı yaşı olan adama və birdən kənardan deməli polislər çıxır, adam özün yıxır yerə ki, ay aman məni bıçaqladı, nə bilim neynədir filan bəsməkən. Görünür birinci zərbəni təəssürat, görüntü yaratmaqdan ötürü birinci zərbəni çox qorxaqcasına vurublar və az yaradı. Qalanların polis özü həll edib lazımı qaydada adamı tutublar ki, Tofiq Yaqublu məsələn tutalım, deyək ki, 23 kilometrlik fiziki məsafədən nəqd rüşvət alıb. Bu hələ ki süni intellekt çıxsa da, hələ süni intellekt özü də heç bu şeyləri bacara bilməz. Ya tutalım, deyək ki, Azər Qasımlı ilə bağlı baş verənlər adamın həm pulunu alıblar, həm özünü tuturlar. Ya elə bu günlərdə deməli namizəd Səfərov, vəkil namizəd Səfərovla bağlı bir adam kifayət qədər təcrübəli bir hüquqşünasdır. Uzun müddət vəkillik təcrübəsi var.
və güya dələduzluq ittihamı ilə adama 4 aylıq həbs qəti imkanı seçiblər və birincisi ki, namizəd hüquqşünas olduğu üçün qanunların nəinki hərfinə, qanunların ruhuna da deməli uyğun hərəkət edir. İkinci, bu ölkədə deməli siyasi işə çıxan vəkillərin hamısını demək olar ki, zaddan çıxardıblar. Müxtəlif bəhanələrlə vəkillər kollegiyasından çıxardıblar. O cümlədən çoxdan artıq namizəd bəyi də çıxardıblar vəkillər kollegiyasından. Amma bir vəkil ofisində onların sənədlərinin hazırlanması, nə bilim, xüsusilə o təbəqələrin ki, onların maddi vəziyyətləri yaxşı deyil və mən tanıyan devirdə mən həmişə görmüşəm ki, bu namizəd Səfərli elə bu məzlum cəmaatın yanında olubdur. Belə deyək də, yalnız adamları saxta ittihamlarla tutmaqdan ibarət deyil. Eyni zamanda saxta ittihamlarla tutulan adamları müdafiə edən vəkilləri də müxtəlif saxta yollarla vəkillər kollegiyasından uzaqlaşdırırlar. Məqsəd ondan ibarətdir ki, ümumiyyətlə hökumətin təqib etdiyi siyasi məhbusları müdafiə edən kimsə qalmasın. Ya siyasi məhbuslar məsələn cəza çəkmə yerində məhbusun öz hüququndan istifadə etmə qaydaları belə siyasi məhbuslara münasibətdə şamil edilmir. Onlar Karsa göndərilir, məhdudiyyətlər, evləri ilə danışmağa icazə verilmir. Məsələn, Kənan Zeynallı bir qədər əvvəl adını çəkdiyim Kənan Zeynallı həbs olunan, nə bilim, neçə ay müddətində ailəsi ilə görüşə icazə vermədilər, ailəsi ilə telefon danışıqlarına icazə vermədilər. Yəni, bu saxta işləri ki, qururlar, qorxurlar ki, hansısa bir əlaqə bu işin dağılmasına gətirib çıxardar, əlavə informasiya verirlər və s. 2020-ci ilin iyulunda baxmayaraq ki, Covid tətbiq edilmişdi, bütün azadlıqlar məhdudlaşdırılmışdı, birdən-birə bu bir çağırış edildi ki, bu Qarabağın azadlığı ilə bağlı yuxarıda Milli Məclisin qarşısında ümumi bir deməli etiraz mitinqi keçirdir və bu mitinqdə də məqsəd Əli Kərimlini və cəbhəçiləri tutmaqdan ibarət idi. Yəni o çağırışlar ki edilirdi o meydanda, Əli Kərimli hardadır, nə bilim filan bəsməkan, bu ona hesablanmışdı ki, həmin kütlə mühafizəsi götürülmüş, qapıları tay-tay açılmış, Milli Məclisə daxil olmalı idi və bu daxil olduqdan sonra isə bunun adını qoymalı idilər dövlət çevrilişi, kütləvi həbslər keçirməli idilər. Sadəcə olaraq Əli Kərimli bu oyunun arxasında duran məqsədləri az-çox bildiyi üçün ora çıxmamışdı. Və 15-ci il Nardaran hadisələri Əli Kərimli. 16-cı il Gülənçilik Əli Kərimli. 18-ci il Gözəl xanım və Əfqan Muxtarlının xaricdən qaçaqmalçı kimi gətirilməsi Əli Kərimli. Ya nə bilim Salih Rüstəmlinin adı Əli Kərimli. Elə bil ki, Ramiz Mehdiyevi həbs ediblər. Bugün həbs ediblər. Sabah biz siyasi məhbusların məhkəməsində Əli bəylə görüşdük və mən dedim ki, Əli bəy, bu iş gəlib sizə çıxacaq. Dedi, yəni bu qədərinə də gedərlər. Dedim, axı sizsiz bu ölkədə dövlət çevrilişi ola bilməz. Hansısa formada gətirib bunu sizə bağlayacaqlar. 25-ci ilin avqustunda Vaşinqtonda deməli təntənəli qəbuldan sonra o elə bil ki, Əli Kərimlinin həbsinə kart blanş aldı. Və qaydandan sonra bunu həyata keçirildi. İndi cəmiyyətin susturulması prosesi gedir. Məsələn, artıq son bir neçə gündür nəinki Xalq Cəbhəsinə qarşı, Milli Şuraya qarşı, Müsavat Partiyasına qarşı da
bu kampaniya genişlənib və müxtəlif hökumətin yandaş mediası, nə bilim, internet, televiziya kanalları Müsavat Partiyasına qarşı, İSAB-a qarşı böhtan kampaniyasına başlayıblar. Ya, yenə də nə bilim, KGB belə gəldi, nə belə Polyanitski ilə getdi filan bəsməkan. Halbuki İsa Qəmbər bu ölkənin milli azadlıq hərəkatında özünə məxsus xüsusi yeri olan siyasi bir liderdir və ölkənin müstəqillik qazanmasında müstəsna xidmətləri olan adamlardan biridir. Bundan sonra nə olacaq? Bütün baş verənlər, belə deyək də, müxalifətsiz cəmiyyət formalaşdırmağa hesablanıbdır və ola bilsin ki, post-Qarabağ mərhələsinə keçid etmək istəyirlər. Baxmayaraq ki, hələ sülh müqaviləsi bağlanmayıb. Amma gec-tez bu bağlanacaq və bu post-Qarabağ mərhələsində yeni bir devir başlamalıdır. Yəni, indiyə qədər ki, xalqa iş vermirdilər, çörək vermirdilər, nə bilim, sədəqə formasında əmək haqqı və pensiya verirdilər və indi axı bu post-Qarabağ devrində adamlar bunu tələb eləyəcək. Ona görə səsi etirazçı kütləyə çatanların hamısını təmizləməyə hesablanıb. Vəli Kərimlinin həbsi də bilavasitə bununla bağlıdır. Nə üçün Rusiyaya bağlayırlar bunu? Ona görə bağlayırlar ki, Xalq Cəbhəsinin, Milli Şuranın, Əli Kərimlinin qərbdən dəstəyin kəsməkdən ötürü. Yəni ki, bunlar Rusiya ilə əlbir olub, konstitusyon quruluşu devirməyə. Bizim Milli Şura ya Xalq Cəbhəsi yaranandan bəri elə bunun işi Rusiyaya qarşı mübarizə aparmaq olubdur da. Yəni, Milli Şuranın və Xalq Cəbhəsinin proqramında, Milli Şuranın nizamnaməsində çox açıq şəkildə yazılıb ki, məsələn, Milli Şura öz ölkəsin qərbə, Avro-Atlantik məkana inteqrasiyada görür. Bu, eyni zamanda bu Xalq Cəbhəsinin proqramında da var, ya Müsavatın da proqramında da var və yəni bu qüvvələri aparıb KGB-yə bağlamaq, ya nə bilim Rusiyaya bağlamaq, bilirsən, belə insan ağlının düşünəcəyi bir şey deyil. Ay balam, bu KGB yaxşı bir şey deyildirsə, Heydər Əliyev uzun 26 il KGB-də işləyib. Deməli, qəribə bir qiymətləndirmə var. KGB pisdir, amma Heydər Əliyevin içində olduğu KGB yaxşıdır. Kommunizm pisdir, amma Heydər Əliyevin Komünist Partiyasının birinci katibi olmağı millidir. Yəni, belə qəribə, ağla gəlməyən bir şeylər uydururlar. Və burada əlbəttə olan qalan nə varsa, hamısın, yəni buna belə deyək də, son təmizləmə işləri. 37-də buna çistka deyirdilər. Yəni, doğru, dürüst, milli, düşüncəli, ondan sonra vətənsevər adamları həbs edirdilər, güllələyirdilər və adını da təmizləmə qoyurdular. Həmin proses eyni ilə indi Azərbaycanda gedir. Əvvəla xalqın dolmuş qəzəbinin partlayışa çevrilməsi dövlət çevrilişi deyil. Bu, mövcud idarəçiliyə etirazdır və bu haqqı da Azərbaycan xalqına konstitusiya verir. Ona, yəni həmin hadisiyə, prosesə dövlət çevrilişi nöqteyi nəzərindən yanaşmaq olmaz. Və bunların irəli sürdüyü dövlət çevrilişinə gəldikdə isə dövlət çevrilişi bütövlükdə diktator xəstəliyidir. Və görürsünüz ki, normal ölkələrin hansında dövlət çevrilişi olur?
Heç birisində. Normal seçkilər olur və seçkilərlə biri gəlir, o birisi gedir, nə bilim, partiya blokları yaranır və s. Sovet Azərbaycanına 30 il rəhbərlik etmiş Mirzəcəfər Bağırovun devrində 16 dəfə dövlət çevrilişi deməli şousu baş vermişdi. Bu dövlət çevrilişi əslində hakimiyyətin narazı olduğu qüvvələri aradan götürməkdən ötürü bir bəhanədir. Məsələn, məhkəmədə Bağırova sual verirlər ki, siz bu dövlət sizi devirməyə yönəlmiş bu dövlət çevrilişlərinə inanırdınız. O dedi, yox dedi. Siz inanmırdınız, amma yüzlərlə, minlərlə adam bu ittihamla həbs olundu. Eyni zat nətər oldu, yaxşı bu. Əli Kərimli elə deyək ki, İranla daha sıx əlaqələri olan şiə radikalizmi ilə birləşib mövcud quruluşu devirmək istəyib. Bu, Respublika Prokurorluğunun o vaxtı Daxili İşlər Nazirliyinin bəyanatı var. 16-cı ildə Gülənçilərlə birləşib devirmək istəyir və güya Əli Kərimlinin köməkçisi də Fəthullah Gülen hərəkatının Azərbaycanda İmam Xətibi imiş. Faiq Əmirli, yük yerindən, maşının yük yerindən Fəthullah Gülenin kitabları çıxmışdı. Halbuki Yapın Siyasi Şurasının üzvü, deputat, baş prokurorun əmsi Zahid Qaralov redaktör etmişdi kitabları. Biraz sonra deməli, Gözəl xanım Tbilisidən gələndə çantasına dollar atdılar, Əfqanın cibinə evro qoydular. Yəni, bu fərqli valyutanın qoyulması özü də hekayə yaratmağa xidmət edirdi də. Qərbin maliyyə yardımı ilə ölkədə konstitusiyon quruluşu devirmək və bu gəlib çıxmalı idi Əli Kərimliyə. İdeya, plan belə idi. Yəni, dollar Birləşmiş Ştatları nəzərdə tuturdu, evro isə Avropanı nəzərdə tuturdu və xatırlayırsınızsa 14-cü ildə Ramiz Mehdiyevin böyük bir anti-Amerika yazısı çıxmışdı. Və bu anti-Amerika yazısının məqsəd və məramı bu günləri Rusiyanın adamları kimi ittiham edilən siyasi qurumları, şəxsiyyətləri Qərbin 5-ci xalq adlandırırdı. Və sonra da biraz əvvəl dediyim o Milli Məclisin tutulma əməliyyatı və s. Yəni, bunlar hamısı Əli Kərimliyə qurulmuş təli idi. Məsələn, Salih Rüstəmli, deməli, qəribəliyə diqqət yetirin, ha. Salih Rüstəmli Moskva bazarında işləyən Azərbaycanlılardan, nə bilim, kimdən 20 manat, kimdən 15 manat, 30 manat pul toplayırdı. Azərbaycanda siyasi məhbus ailələrinə göndərirdi və 5 il ərzində toplam olaraq, nə bilim, 5 ya 6 min dollar 5 il ərzində belə bir məbləğ toplanıb göndərilibdi. Bunun adını qoyurlar Rusiyadan yardım. Axı, bunun nəyi Rusiyadan yardımdır? Bu, Salih Rüstəmli Gədəbəyin keçmiş icra başçısıdır. Orada bazarda 15-20 manat topladığı adamlar da hamısı bu rejimin əlindən qaçmış adamlardır ki, orada öz ailələrini dolandırmaq üçün bazarda deməli işləyirlər, çalışırlar. Çoxunun qohumu, nə bilim, tanıdığı adamlar, mübarizə yoldaşları həbs olunub, onların ailələrinə cüzi yardım göstərirlər. Yəni, söhbət burada yardımın təyinatını dəyişməkdir. Bunu Azərbaycanlıların deməli göstərdiyi, öz həmvətənləri olan siyasi məhbus ailələrinə göstərdiyi yardımı Rusiyanın yardımı kimi format eləyirlər. Bu maxinasiya bundan ibarətdir ki, cəbhəni Rusiya ilə hansısa bir bağlantısını tapsınlar. Yaxşı, axı biz həmişə televiziyanın qabağında biz görmüşük ki, Putini dünyanın bir nömrəli siyasətçisi İlham Əliyev adlandırıb. Açıq tekstlə deyib ki, Putin dünyanın bir nömrəli siyasətçisidir.
Məsələn, Mehriban Əliyevanı qəbul eləyəndə bu İlham Əliyev böyük belə necə deyim, e, e, Putin haqqında belə çox qanadlı ifadələr işlədib ki, bir Rusiya kimi dövlətin başçısı deməli o birinci şəxsləri qəbul edir yalnız. Amma Azərbaycandan məsələn vitse-prezidenti qəbul edibdir. Bu barədə İlham Əliyevin çıxışı var. Yaxşı, Rusiya ilə Ukrayna arasında müharibədən 2 gün əvvəl fevral ayının 22-sində İlham Əliyev Moskvaya gedib Putinlə ittifaq bəyannaməsi haqqında sənəd imzalayıb. Və o sənədin elə maddələri var ki, onlar Azərbaycanın suverenliyi məhdudlaşdırır. Məsələn, götürək, orada bir bənd var, səhv eləmirəmsə 4-cü bənddir də. Orada deyilir ki, tərəflərin hər hansı birində hansısa bir böhranlı vəziyyət yaransa, onlar bir-birinə yardım göstərməyə bu bəyannamə üzrə borcludular. Tutalım, deyək ki, Rusiyada elə bir vəziyyət yaranıb. Azərbaycan orada nəyi həll etməlidir? Və yaxud nəyi həll edə bilər? Amma əksi var axı. Rusiya burada hər şeyi həll edə bilər. Həmin maddə Azərbaycana müdaxilə etməkdən ötürü Rusiya hüquqi baza yaradır. Yəni, bir tərəfli qaydada Rusiya əlavə imtiyaz verir. Xarici siyasətin koordinasiya edilməsi, bir-birinin əleyhinə deməli, siyasət yeridilməməsi, onların hər birinin əleyhinə olan 3-cü qüvvə ilə deməli, əməkdaşlıq etmək və s. məsələlər orada öz əksini tapır. Və təxminən 1 il əvvəl, yəni 24-cü ilin oktyabrında Rusiya Təhlükəsizlik Şurasının sədri Narışkin Bakıya gəlib, danışıqlar aparıblar və diqqət yetirin, terrorizmə və sistemdən kənar müxalifətə. O müxalifətə ki, İlham Əliyevin yaratdığı müxalifət konfigurasiyasına daxil deyil, avtobusa minmir və deyək ki, gerçək müxalifət funksiyasını yerinə yetirir, ona ad qoyurlar, sistemdən kənar müxalifətə qarşı birgə mübarizə aparmaq. Axı, bu dünənəcən bu belə olub da, nə oldu bu son 1 ildə Əli Kərimli 4-cü mərtəbədə yaşayır, təhlükəsizlik orqanları 5-ci mərtəbədə onun mənzilinin üstündəki mənzili kirayə ediblər, 3-cü mərtəbədə onun altındakı mənzili kirayə ediblər və 4-cü mərtəbədə qonşu onunla qapı bir mənzili kirayə ediblər. Mərkəzi yol olmasa da deməli binasının qarşısında çox profilli kameralar quraşdırıblar. Yəni belə olan şəkildə axı bu biri o çıxışçılardan biri deyir ki, o gündüz müxalifətçilik edirdi, gecə gedirdi Ramiz Mehdiyevlə görüşür. Sənin hardandır məlumatın bu görüş barədə və bu qədər dediyimiz başqa birisi deyir ki, Ramiz Mehdiyevlə bir binada yaşayırdı. Hardandır səndə bu məlumat? Axı, yalan danışırsan. Yəni, bu qədər yalanı necə uydurmaq olar? Və mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hökumət mətbuatı və yandaş biraz doğru çıxmır, 56 mətbuat daha doğru çıxır. 37-ci ildə olduğu kimi bu günləri hüquq mühafizə orqanlarının öncədən hazır olan hal şahidi funksiyasını yerinə yetirir. Və bu son dərəcə dəhşətli bir mənzərədir. Və nə bilim, Mehdiyevin məktubu yayılıb. Bu məktubun Mehdiyevə aid olduğunu sübut edən heç bir dəlil yoxdur. Yəni, o məktub istənilən adamın evindən çıxa bilər. Məsələn, tutalım deyək, kimə yazılıb bu məktub? Məlum deyil. Adamın imzası varmı altında?
yoxdur. Deyək, qabaq, məsələn, belə şeylər olanda KGB xətt analizi keçirirdi, yaxud, məsələn, bilinirdi ki, bu hansı makinada yazılıbdır. Çünki şifrələr var idi. Axı, bütün bunların heç birisi olmaya, bu məktubun Ramiz Mehdiyevə mənsub olduğunu təsdiq edən nə var? Mücərrəd bir məktubdur. Ya həmin məktubda 50 nəfərdən ibarət Dövlət Şurasının yaradılması güya ideyası var. Olsun. Bu deyirlər ki, bu 50 nəfərin biri Əli Kərimlidir, ikincisi Gültəkin Hacıbəylidir. Bəs bunun 48-i kim? Və necə olur ki, o 50 nəfər içərisindən elə bu ikisi haqqında söhbət gedir? Yəni, o qalan 48-in bu zada aidiyyəti yoxdur. Hətta artıq 80 yaşın içində olan bir deputat biraz da qabağa gedərək deyir ki, prezident seçkilərində Ramiz Mehdiyev öz ətrafına təlimat verirdi ki, İlham Əliyevə səs verməsinlər seçkilər vaxtı. Bu kifayət qədər gülməli bir zatdır. Əvvəla sizin bu barədə məlumatınız var idisə, niyə onu vaxtında demirdiniz? Yəni, elə bu dövlət çevrilişinə bərabər bir şeydir də. Amma axı, İlham Əliyevin seçkilərin koordinasiya edən, saxtalaşdıran, İlham Əliyevi, deyək, saxta sənədlər əsasında prezident eləyən elə Ramiz Mehdiyev olub da. Xatırlayırsınızsa, deməli, 13-cü il prezident seçkilərinin nəticələri texniki nasazlıq ucbatından bir gün qabaqcadan deməli mətbuata sızmışdı və həmin devirdə də səhv eləmirsəm Meydan TV onu tutmuşdu və hətta Birləşmiş Ştatların CNN kanalı bunu verdi ki, özdə bir ironik ifadə ilə verdi ki, hətta Həzrəti Musa özü dirilib gəlsəydi, belə bir möcüzə yarada bilməzdi. Yəni, bu zat bütün əslində Ramiz Mehdiyev oyunu da, bu Nimdaş məktub oyunu da, bu Dövlət Şurası oyunu da qabaqcadan Əli Kərimlinin həbsi üçün hazırlanmış ssenarinin tərkib hissəsidir. Mən həmişə demişəm ki, biz xalqımızın gözünü xaricdən çəkməliyik. Nə Amerika, nə İngiltərə, nə Almaniya, nə Fransa gəlib burada Azərbaycan xalqının əvəzinə mübarizə aparmayacaq. Və əslində Amerikaya umud olmaq, yaxud da ki, qərbə umud olmaq biraz xalqı tənbəlləşdirir. Onu ictimai məsuliyyətdən azad edir. Mübarizə əzmin azaldır ki, onsuz da onlar gəlib nə isə eləyəcək də, mənim bu təhlükəli zamanda ortaya araya düşməyimin nə faydası var? Ona görə də mən və biz Milli Şura olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyası həmişə bu fikirdə olub ki, dəyişikliyin əsas xətti ölkənin içərisində milli mübarizədən keçir. Onu heç harda axtarmaq lazımdır. Nə Amerikada, nə İngiltərədə, nə o birisində, bu birisində. Bilirsiniz, bir son vaxtlar bu Ukrayna müharibəsi başlayandan sonra dünyada müəyyən dəyişikliklər getməyə başladı və bu dəyişikliklər fonunda, belə deyək də, Qərbin enerji təchizatında ciddi problemlər yarandı. Ukrayna yolu bağlandı, Rusiya qazı, Rusiya nefti və s. məsələlər deməli Avropa üçün müəyyən çətinliklər yaratdı. Baxmayaraq ki, Azərbaycanın enerji resursları Avropanın təminatında çox az rol oynayır, amma bununla bərabər xüsusilə Balkan ölkələrində, deyək, Aralıq dənizi xətti boyunca ən azından İtaliyaya qədər ki, bir Yunanistanda, İtaliyada, Balkanlarda
müəyyən ölkələrin enerji təchizatında rol oynayır. O biri tərəfdən bilirsiniz, Azərbaycan hakimiyyəti üçün həmişə pul, rüşvət bütün qapılara düşən açar rolunu oynayır. Onlar zaman-zaman qərb siyasətçilərin satın almağa, özlərinin natəmiz əməllərinin müdafiəsinə çevirməyə cəhd ediblər. Azərbaycan Landramartı ilə bağlı məsələlər açıldı. Ayrı-ayrı deputatların, ayrı-ayrı vəzifəli şəxslərin satın alınması ilə bağlı məlumatlar çıxdı. Qərbdə Azərbaycandan rüşvət almış ayrı-ayrı adamlar tutuldu. Məsələn, Luka Valenta ya Almaniyada bir neçə deputat deməli tutuldu. Məsələn, artıq hardasa 2 həftə əvvəl ya 10 gün əvvəl Avropa Birliyinin Xarici Siyasət Komissiyasına rəhbərlik etmiş Mogherini öz ölkəsində həbs edildi, rüşvət ittihamı ilə həbs edildi. Biz hələ bilmirik onun rüşvət dairəsinə haralar daxildir, amma axı biz bilirik ki, harada rüşvət varsa orada Azərbaycan var. Və əlbəttə bütün bunlar mühüm rol oynadı. Məsələn, əslində 13-cü ildə siyasi məhbuslar barəsində Avropa Şurasının deməli Ştrasserin məruzəsini keçməyə ki qoymadılar. Orada həmin o Azərbaycan Landramartı böyük rol oynamışdı və ona əsasən də İlham Əliyev hər yerdə deyirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Avropa Şurası qəbul edib bu qərarı. Və nəticə etibarilə Avropa dəyərlərinin gözdən düşməsi prosesi baş verdi. Və bu dəyərlərin gözdən düşməsi şübhəsiz ki, Azərbaycandakı vəziyyətə təsir etdi. Azərbaycan Qarabağ müharibəsində qələbə çaldı və torpaqlar azad edildi. Bu çox tarixi bir hadisədir. Və biz elə zaman-zaman bunu deyirdik, yazırdıq. Amma orada o dəmir yumruq ideyası ki meydana çıxdı. Bu dəmir yumruq əvvəlcə ermənilərə qarşı yönəlmişdi. Amma biz elə həmin vaxt deyirdik ki, nəticə etibarilə bu dəmir yumruq Azərbaycan xalqının başı üzərində qorxulu bir kabusa çevriləcək. Və belə də oldu. Məsələn, Azərbaycan televiziyalarında qısa reklamlar gedir. Onun biri belə təsvir olunur. Qarabağın azadlığından, verilən şəhidlərdən, yurdun dilbər guşəsi, Dədə Qorquddan başlanır, nə bilim, Oğuz yurdu filan bəsməkan. Nəticə gəlib nəyə çatır? O esseni aparan axırda bir ifadə işlədir. Biz dəmir yumruğun ovcuna sığınanlarıq. Deməli, artıq ideoloji baxımdan bu əsaslandırılır. Xalq cəbhəsinə, Milli Şuraya, Müsavata qarşı niyə bu qədər, belə deyək də, aşırı təbliğat aparır? Çünki o dəmir yumruğun ovcuna sığınmayanlar yalnız olar. Ona görə də o sığınanlar səfərbər edilib bunlara qarşı. Və bunlara qarşı daxili bir nifrət var onların içərisində ki, siz özünüzü nə hesab edirsiniz? Bu dəmir yumruğun ovcuna sığmırsınız. Və üstəgəl Amerikada baş verən seçkilər, Trump kimi bir adamın hakimiyyətə gəlməsi, məsələn, tutalım deyək ki, adam Nobel sülh mükafatı almaqdan ötürü hər şeyə gedirdi və güya elə Azərbaycanla Ermənistan arasında qanlı döyüşlər gedirdi və bu gəldi, bu döyüşləri dayandırdı və insanları xilas etdi. Bəlkə də ona elə deyiblər. Amma axı elə deyil. Yəni, avqustdan sonra dekabrdır indi, neçə ay keçib? Hani o sülh? Axı, həmin vaxt təbliğat aparırdı ki, ay, bugün sabah proses tamamlanır,
sülh imzalanır, filan bəs məkan. Elə 8 avqustda imzalanan sülhdür, filan bəs məkan. Amma reallıqda bu yoxdur. Çünki həmin devirdə o Trumpa lazım idi. Həmin o mükafatın alt yapısını yaratmaq üçün lazım idi və belə deyək də, İlham Əliyev Trumpın bu xarakterindən öz məqsədlərinə uyğun olaraq çox yaxşı istifadə etdi. Və Qərb Trump gələndən sonra şok içərisindədir. Bilmir sabah nə baş verəcək. Məsələn, Almaniya kimi dövlət indiyə qədər ən yaxın, ən güclü müttəfiqi təzədən 100 il bundan qabağın Monroe doktrinasına qayıtdığını görür. Yəni, faktiki olaraq Amerika deməli, belə deyək də, dünya təhlükəsizliyi sistemindəki məsuliyyətindən imtina edir, qayıdır təcridçiliyə. Monroe doktrinasının mahiyyəti nə idi? Amerika Amerikalılar üçün. Və faktiki olaraq bu 18-ci ilə qədər davam etmişdi də. Mən 100 il dedim, 200 il əvvəl. O 18-ci ildəki Wilson prinsipləri elan edildi, Wilson 14 prinsipi və Amerika təcridçilikdən beynəlmiləlçiliyə keçməyə başladı və tədricən dünya dövlətinə çevrildi və bu günləri biz artıq deyə bilmərik ki, Birləşmiş Ştatlar dünya demokratiyasının mərkəzi. Biz artıq deyə bilmərik ki, Amerika demokratik dövlətdir. Hərdən mənə gülməli gəlir, deməli, Amerikadan müxtəlif deməli proqramlarla gəlirdilər. Burada avtoritar, totalitar şəraitdə necə işləməklə bağlı təlimlər keçirdilər. Və bəzən də deyirdilər, nə bilim, siz bunu belə yaxşı bacarmırsınız, nəyi neyinirsiniz? İndi həmin adamlar, baxmayaraq ki, hələ məhkəmə müstəqildir, baxmayaraq ki, hələ mətbuat müstəqildir, baxmayaraq ki, televiziyalarda geniş, hamısı qorxusundan qaçıb gizlənib. Biri işin itirməyin qorxusundan, digəri mövqeyin itirməsi. Bunlar bizə dərs verirdilər. Bizə deyəndə mən bizim kimi cəmiyyətləri nəzərdə tuturam da. Və bunlar hamısı Qərbin dəyərləndirməsində mühüm rol oynayır. Qərbin mövqeyinə təsir baxımından mühüm rol oynayır. Məsələn, tutalım deyək ki, ayın 29-undan bəri Əli Kərimli həbs edilibdi, saxta ittihamla həbs edilibdi və insan hüquqları təşkilatlarından başqa, məsələn, Amerika Dövlət Departamenti hələ bir mövqe bildirməyib. Məsələn, belə hadisələr baş verəndə ilk mövqe sərgiləyən Bakıdakı Qərb səfirliklərindən hələ bir səs çıxmır. Görünür, öz ölkələrindən təlimat gözləyirlər. Çünki dünyadakı düzən dəyişibdir. Və İlham Əliyev də son 10 ildə Əli Kərimlini tutmaq üçün fürsət axtardığı bir devirdə dünyadakı nizam belə dəyişdi və bundan istifadə edib Əli Kərimlini həbs etdi. Əvvəla bu məhkəmə işlərinin ortaq nöqtəsi onlara qarşı irəli sürülmüş ittihamın üçünün də eyni məzmunda olmasıdır. Axı, bunların üçünə qarşı da qaçaqmalçılıq ittihamı irəli sürülür. Məsələn, adam ümumiyyətlə xaricə gedib gəlməyib, ümumiyyətlə sərhəddi keçməyib, ümumiyyətlə gömrük yoxlamasına məruz qalmayıb, amma qaçaqmalçı siyasətində gedir. Vaxtilə 53-cü ildə Beriya həbs olunanda Mərkəzi Kəşfiyyat İdarəsi Beriyanın uzaqlaşdırılması adlı bir sənəd hazırlamışdı. Orada maraqlı bir ifadə var idi, cümlə var idi ki, Sovet elitasına daxil olan adamlardan kimsə həbs olunanda Sovet Cinayət Məcəlləsinin bütün maddələri ilə
ona qarşı ittiham irəli sürürlər. İndi Azərbaycan hökumətinin əleyhdarlarından, tənqidçilərindən kimsə həbs olunursa, elə eyni şeylər burada da olur da. Məsələn, Toplum TV işində Ələsgər kimi təmiz, Nəcib, Ələsgər müəllim, Məmmədlini nəzərdə tuturam. Təmiz, Nəcib, hüquqi qaydalara nəinki riayət edən, hüquq maarifçiliyi ilə məşğul olan bir adamın sən Tbilisidə istifadə elədiyi metro kartı Gürcüstan bank kartı kimi aformut olunur. Ya orada bir oğlan var, deməli məsələyə mütəşəkkil xarakter verməkdən ötürü yazırlar ki, 14-cü ildən mütəşəkkil dəstəyə daxil olub. Halbuki 14-cü ildə bu 6-cı sinifdə oxuyur. Eyni məsələləri bu günləri zətdə da gördük də. Məsələn, bu Meydan TV işində də gördük. Adam ümumiyyətlə xaricə getməyib, amma sərhəd qaçaqmalçısı kimi ittiham edilir. Yəni, vaxtilə deməli bu İran İslam İnqilabı devrində zad idi də kütləvi həbslər. O Sovet devrinin troykası kimi kütləvi həbslər idi. Məsələn, 20, 15, 20, 25 adamı bir yerdə gətirirdilər. Onların hamısına birgə hökm oxunurdu. İndi bu Ağayev Xalxalı var idi, İran Ali Məhkəməsinin sədri. Bu adların bir hissəsini oxuyub, məsələn, 20 adamdan 12-sinin adını oxuyub, buna bir telefon zəngi gəlib, elə əli ilə deyib, aparın hamısını edam eləyin. Bu adamlardan birinin həyat yoldaşı bu telefonla danışandan sonra müraciət eləyir ki, Ağayev Xalxalı, axı mənim ərimin siz heç bir cinayətin demədiniz və edama göndərdiniz. Deyir, xanım, niyə narahat olursan? Günahı yoxsa cənnətə gedəcək də. İndi təxminən Azərbaycanda belə bir proses gedir. Yəni, məhkəmə artıq ədalət mühakiməsi funksiyasından çoxdan uzaqlaşıbdır və Əliyev rejiminin cəza aparatına çevrilir. Və burada vəkillər nə deyir desin, hansı dəlillər ortaya qoyur, o qoysun. Əgər bir məhkəmə ki, 23 kilometrlik fiziki məsafədən Tofiq Yaqublu'nu deyək ki, nəqd rüşvət almaqda ittiham edirsə, ya 2 gün əvvəl, 3 gün əvvəl Rüfət Səfərlinin məhkəməsi idi. Deməli, 60.000 güya alqı-satqıdan 60.000 pul aldığı iddia olunur. O, zərər çəkmişi gətirib qoymuşdular, yəni bu ifadə verməlidir də. Sən təsəvvür elə ki, onun əvəzinə hakim və dövlət ittihamçısı elə bir ifadə verirdi. Amma bu faktiki mən sizə qəribə bir şey deyim ki, Azərbaycanın hüquq mühafizə orqanları konstitusiyon nəzarətdən çıxır və faktiki olaraq ailə hakimiyyətinin deyək, qoruyucusuna çevirir və bu son dərəcə dəhşətli mənzərədir. Bu mövzuda həbs olunanların həbsinin əleyhinəyəm. Sülh istəmək cinayət sayılmamalı. Sülh istəmək konstitusiyon bir hərəkətdir. Yəni, Azərbaycan konstitusiyasında təsbit olunub ki, müharibə təbliğatı aparmaq olmaz. Sülh təbliğatı aparmaq olar da. Yəni, lap tutalım deyək ki, Bəhruz Səmədov səhvidir. Amma bu səhvin cəzası onu həbs etmək deyil ki. Yəni, bir başa salmaq da olardı, izah etmək də olardı ki, indiki devirdə bunu etmək lazım deyil. Amma sən götürgünən bunu istedadlı bir adamı, gənc bir adamı, intellektual doktorantı götürgünən həbs eləyinən ki,
Nədir bu? Sülh çağırışları eləyib. Barışıq çağırışları eləyib. Barışıq çağırışlarına indi hökumət özü də gəlir də. Konqoları göndərir, Ermənistan qeyri-hökumət təşkilatlarını qəbul edir. Yəqin ki, getdikcə bu proses genişlənəcək də. Məsələn, az-çox dünya tarixinə, Avropa tarixinə bələd olan bir adam kimi mən uzun müddət bu fikirdə olmuşam ki, Azərbaycan torpaqları işğal altında olanda bu xalq diplomatiyası, belə deyək də, Ermənistan işğalına bəraət qazandırmaq, mövcud status quo-nu möhkəmləndirməyə xidmət edir. Çünki bu proses elə Almaniya ilə Fransa arasında da baş vermişdi də. Hətta deyək, düşmənçilik o qədər dərin idi ki, bir fransız qadını, qızı bir alman kişisinə ərə getməyi özünə sığışdırmırdı və yaxud əksinə. Bu xalq diplomatiyası onda fayda verir ki, tərəflərin, maraqların özündə ehtiva edən razılıq əldə edilir, sülh bağlanır və ondan sonra bu xalqlar arasında düşmənçiliyin aradan qaldırılması istiqamətində iş aparılır. Bu halda xalq diplomatiyası faydalıdır. Amma işğalçı ilə işğalın qurbanı olan ölkələr arasında bu xalq diplomatiyası biraz süni şəkildə Azərbaycana təzyiq vasitəsidir. Mən məsələnin bu tərəfini əlbəttə qeyd etməliyəm. Amma bununla bərabər Azərbaycanın daxilində və onun hüdudlarından kənarda sülh çağırışları edən adamları tutmaq olmaz. Yəni elə indi nə olur? Axı İlham Əliyev özü Ermənistan prezidentləri ilə görüşürdü. Xarici İşlər Naziri öz həmkarı ilə görüşürdü. Nə bilim, digər nazirliklər görüşürdü. Hələ siz indi deyirsiniz. Hələ torpaqlar işğal olan vaxtı Azərbaycan bir nümayəndə heyəti düzəltmişdilər ziyalılardan ibarət. Getmişdi Ermənistana da. Axı necə olur ki, o cinayət hesab olunmur, amma Bəhruz Səmədovun əməli cinayət hesab edilir. Yer gəlmişkən deyim ki, hardasa bir 2 həftəcad əvvəl mən Bəhruz Səmədovun nənəsinə getdim, dəydim evində. Və ona biraz mənəvi, necə deyərlər, dəstək verdim ki, yaşlı adamdır. Çünki Bəhruzun ondan başqa heç kəsi yoxdur. Bəhruzun yanına gedib gələn adam yalnız budur. Biraz, yəni belə də mənəvi borc kimi və ona görə də Bəhruz kimi adamları həbs etmək lazım deyil. Onların intellektual potensialından istifadə etmək lazım. Bəhruz gələcəyin çox yaxşı bir alimi ola bilər. Azərbaycana fayda verə bilər. Ona görə bu günləri, bu gəncləri həbsdə çürütmək, xüsusilə sülh prosesi başlayandan sonra həbsdə çürütməyin heç bir anlamı yoxdur. Fərqlər çox böyükdür. Azərbaycan elmi faktiki olaraq dünya elmindən ayrılıb. Azərbaycan təhsili bərbad vəziyyətdədir və məsələn akademiya sistemin götür də. Bir vaxtlar məsələn çox böyük alimlər işləyirdi, tədqiqat işləyirdi. Məsələn Azərbaycanda riyaziyyat məktəbi var idi, fizika, kimya məktəbi və xüsusilə Azərbaycanın dünyada elə bir sahə var idi ki, Azərbaycan tək SSR-də yox, dünyada birinci idi. O da neft kimyası sahəsi idi. Və təəssüflər olsun ki, o şeyləri biz itirdik. Və indi itirdik deyəndə ki, bilirsən, akademiya faktiki olaraq elm sistemində öz nüfuzunu itirdi. İsa Həbibbəyli kimi bir adamı akademiya prezident qoyandan sonra oradan nə isə bir şey gözləməyin mənası yoxdur. İsa müəllim özü uzun müddət Mirzə Cəlilin yaradıcılığı ilə məşğul olubdur və görünür
çox dərin və uzun müddət məşğul olduğu üçün artıq özü Mirzə Cəlilin personajlarından birinə çevrilir. Və bu günləri onun akademiya rəhbərlik etməsi son dərəcə gülməlidir. Üstəgəl akademiya bir neçə 23-də idi də deyəsən bölündü, dəqiq elmlər verildi zada. Akademiya sistem olaraq dəqiq elmlər üzərində qurulur. Dəqiq elmlər yoxsa artıq o filantropik bir deyək qurumdur. Oradan elə ciddi bir şey gözləmək olmaz. Mən elmlə belə deyək də, elm mənim əsas sənətim. Məsələn, mən istəsəydim ki, elmlə məşğul olmayım, 10 il parlamentin üzvü oldum, deyə özümə bəraət qazandırardım ki, mənim işim çoxdur, bu elmi zada qoymaq lazımdır bir tərəfə. Amma harda, hansı vəzifədə, hansı mövqedə olmağımdan asılı olmayaraq, elm mənim üçün həmişə aparıcı bir istiqamət olub. Hətta siyasətə münasibətdə də mənim yanaşmam ondan ibarətdir ki, siyasət mənim həyatımın bir hissəsidir. Hamısı deyil. Və mənim əsas fəaliyyət sahəm tarixçilikdir, elmdir. Belə deyim də, bu istiqamətdə əlbəttə müəyyən uğurlar var. Mənim deməli son 20 ildə belə götürsək 2005-2025-ci illər arasında mənim Birləşmiş Ştatlar və Böyük Britaniyada 8 monoqrafiyam çıxıb. Və bunun 4-ü Harvard nəşrindədir. Harvard Universiteti bilirsiniz də, son 50 ildə dünya universitetləri arasında reyting cədvəlində həmişə birinci üçlüyə daxil olub. Uzun bu ilə qədər də həmin üçlükdə də birinci yerdə olub. Bu illəri London School Economic keçdi birinci yerə. London və Cambridge düşdülər, ondan aşağı endilər. Amma birinci üçlükdədir də. Məsələn, tutalım, deyək ki, elmlə məşğul olmayan adamlar üçün bu sadə bir şey kimi görsənə bilər. Amma Harvard nəşrinə düşmək, mən bilirəm ki, bunun nə qədər böyük çətinlikləri var. Məsələn, Routledge Britaniyada İngilis dilli dünyanın ən böyük nəşriyyatlarından biridir. 3 monoqrafiyam orada çap olunub. Birində dünənləri artıq istehsalata qəbul elədilər. Yəni, redaktor prosesi keçdi. Və bu kitab, deməli, İran soyuq müharibədə 1949-cu ildən 53-cü ilə qədər Məhəmməd Müsəddiq və neft böhranı adlanır. Kifayət qədər maraqlı bir mövzudur. Bundan Qərblilər də yazır, İranlılar da yazır. Belə bu işə, necə deyirlər, daha böyük imkanları olanlar yazırlar. Amma bax, belə bir konkurensiya şəraitində Routledge kimi bir dünya nəşriyyat evi, məsələn, biraz belə qeyri-etik çıxmasın. Dünən mənə yazıblar ki, bu bizim üçün fantastik bir əsər təsiri bağışladı. Biri gedib pulu ilə öz əsərin xaricdə çap elətdirir. O makulaturaya çevrilir. O nəşrdən yalnız ölkə içərisində öz imicini formalaşdırmaq üçün istifadə edir. Amma normal nəşr, bilirsən, necə olmalıdır? Bu, anonim rəymləşmədən keçməlidir. Anonim rəyləşmə odur ki, 2-3 rəyçiyə verirlər əsərləri. Nə rəyçilər bilir bu kimin əsəridir, nə də müəllif bilir ki, hansı rəyçiyə verir. Və mənim o Harvardda, Routledge'də nəşr olunan əsərlərimə gələn rəylərin
xeyli hissəsində belə bir ifadə keçir. First rate manuscript. Birinci dərəcəli əlyazmadır. Bilirsən, biz Azərbaycanın hüdudlarından kənara çıxmalıyıq. Yeni müstəqillik əldə etmiş ölkələrin dünyaya çıxışı bu tək tarixçilik deyil. Həm də ölkənin tanıdılması. Məsələn, mən Azərbaycan Xalq Cümhuriyyəti haqqında əsərin müəllifiyəm. Azərbaycanın Sovetləşməsi əsərinin müəllifiyəm. Güney Azərbaycanla bağlı tədqiqatlarım məsələn çap olunubdur. Həm Harvardda, həm Routledge'də, həm Oxfordda çap olunubdur. Məsələn, mən Şərqi Türkistanla bağlı, Şərqi Türkistanda Sovet siyasəti, Stalin və Şərqi Türkistanda deməli Milli Azadlıq Hərəkatı. İndi Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi Şərqi Türkistanla bağlı qətnamələr qəbul edəndə o kitaba istinad edirlər. Mənbə kimi ona istinad edirlər. Ona görə əlbəttə mən tarixçiyəm, mən aliməm. İndi sizə bir şey deyim ki, mən Xalq Cəbhəsinə mavin gələndə Əli Kərimliyə demişəm ki, mən sizə kömək eləyirəm. Çünki həmin devir elə idi ki, hökumət də, müxalifət də Əli Kərimlini əzmək istəyirdi. Onda mən dedim ki, mən sizə kömək eləyirəm. Nə vaxt bu kömək sizə lazım olmasa, mən yenə də bütün vaxtımı tarixçiliyə, elmə sərf edəcəm. Amma iş elə gətirdi ki, gəldi axırı da bu Ramiz Qeyd ilə bağlı məsələlərə çıxdı da. Yəni bu əsərlər qalıcı əsərlər. Yəni elmdə qalan əsərlərdir. O gedib öz pulları ilə ki, xüsusi belə biznes nəşriyyatlar ki var, şübhəsiz ki, bütün nəşriyyatların marketinq maraqları var. Amma daha sən yararsız bir şeyi aparıb, məsələn, Harvardda çap elətdirə bilməzsən, Oxfordda çap elətdirə bilməzsən, universitet nəşriyyatlarında çap elətdirə bilməzsən. İndi deyirlər, nə bilim, əlbəttə, mən arzu eləyirəm ki, Azərbaycan alimləri bu özümüz üçün yazmaqdan, özümüz üçün olan nəşrlərdən dünyaya keçsinlər və əsərlərin tənqidə dözümlü yazsınlar və dünyaya çıxa bilsinlər.